dəstək olacaqmı? Yəni bu prosesdə Azərbaycanla ümumiyyətlə Türkiyənin tuta biləcəyi mövqe nədəni var ki, məsələn prezidentin çıxışında açıq ifadələr səsləndi, 50 milyon Azərbaycanlı, dil hüququ falan. Bu əslində hər kəs bilir ki, Molla rejiminə bir ismarış idi. Bunu açıq mənə gəlir səsləndirmək lazımdır. Yəni bu halda seyircilərimiz də maraqlanır, yaxşı sualdır. Yaxşı sualdır. Azərbaycan və Türkiyənin hazırki mövqeyi və bundan sonra iki mövqeyi də İranın ərazi bütövlüyünü, İranın dövlət kimi bütövlüyünü qoruyub saxlaması yönündə olacaq. Hal-hazırda İranda mərkəzdən qaçma meyllərinin güclənməsi, İranın parçalanması və İranın fars millətçiliyi senaryosu üzrə dəyişikliklər həyata keçirilməsi heç bir halda nə Azərbaycanın, nə Türkiyənin maraqlarına qəti şəkildə cavab vermir. Bu regional konfigurasiyada tamamilə fərqli bir istiqamət yaradır. Ona görə Azərbaycan və Türkiyə, Bakı və Ankara hal-hazırda İranın qanuni hakimiyyətini, prezident Pezeşkiyan iqtidarını tam gücü ilə müdafiə edəcəklər və eyni zamanda İranın mərkəzi hakimiyyətinin prosesləri nəzarətə alması yönündə çıxış edəcəklər. Bunda çox vacib səbəbləri var. Birinci səbəbləri odur ki, ixtişaşlar indiki senari ilə genişlənsə, mərkəzdən qaçma qüvvələri, mərkəzdən qaçma meylləri daha geniş miqyas əhatə eləsə, İran mərkəzi hakimiyyəti bu ərazilərə nəzarət itirsə, bu ərazilərdə formalaşacaq hər hansı qeyri-formal hakimiyyət və qruplar ilk növbədə Azərbaycan və Türkiyənin marağını tapdalayacaqlar. Bu birincisi. İkincisi, həmin o qruplar və qeyri-formal belə deyək, təşkilatlanmış dəstələr gələcəkdə bütün İranda hakimiyyət ələ keçirməyə çalışsalar, aşkar görünür ki, burada ABŞ və İsrail məhz bu qruplara dəstək verəcəklər. O qruplara dəstək verəcəklər və bu zaman biz yenidən ötən əsrin 40-cı illərindəki senarini və yaxud 50-ci illərindəki senari yenidən təkrarlandığını görəcəyik. Bu isə bilavasitə və birbaşa Türkiyə və Azərbaycanın maraqlarına ziddir. Təsəvvür edin ki, bilavasitə Amerikanın nəzarətində olan, Amerikadan idarə olunan və Fars millətçiliyinin Pəhləvi sülaləsi timsalında dirçəldildiyi və Pəhləvi sülaləsini idarə etdiyi İran ilk növbədə bölgədə Türkiyənin manevr imkanlarını məhdudlaşdıracaq, Azərbaycana qarşı çox sərt mövqe tutacaq və mən sizə əmin edə bilərəm ki, Ermənistanla dərhal yenidən strateji müttəfiqlik başlayacaq və Ermənistandakı revanşist qüvvələrdən söhbət gedir, başlayacaq və biz faktiki olaraq bölgədə İsrail ABŞ-ın daha bir müttəfiqinin yarandığını görəcəyik və onlar bu bölgəni tamamilə ABŞ-ın və İsrailin nəzarətində olan Fars millətçilərin idarə etdiyi İranın dominant olduğu bir bölgə çevirməyə çalışacaqlar. Bu isə hal-hazırda bilavasitə Azərbaycan və Türkiyənin həm regional siyasətinə ziddir, həm də beynəlxalq müstəvidə apardığı siyasətə ziddir. Bu birmənalı şəkildə belədir. İndi biz İranın ərazi bütövlüyünü və indiki halda suverenliyini dəstəkləməklə nəyə nail ola bilərik? Bu sualda cavab verək. İlk növbədə bizə hal-hazırda İranın qanuni legitim prezident seçilmiş Pezeşkiyanın da əsas fiqur olduğu islahatlar mərhələsinin başlaması, bu islahatlar mərhələsində İranın modernizasiya prosesindən keçməsi, İranın islahatlar prosesi tamamilə doğrudur. Hətta indiki halda belə. Hətta belə deyək, biz birdən-birə təbii də prosesi birdən-birə könüllü şəkildə ora gedəcəyini gözləmirik. Sadəcə mərhələ-mərhələ teokratik rejimin müəyyən qədər məhdudlaşdırılması, sonra isə demontajı, mərhələ-mərhələ. Bu proses nə verə bilər? Bu proses ilk növbədə Azərbaycan və Türkiyə üçün olduqca vacibdir ki, hal-hazırda regional balansı, yəni regional tarazlığı təmin edən indiki İranın bütöv və diri qalması. Bu vacibdir. İranın indiki vəziyyətdə bütöv və diri qalması, ərazi bütövlüyünü qorunması, sərhədlərinin toxunulmazlığının təmin olunması Azərbaycan və Türkiyə çox geniş manevr imkanları verir. Hər şey açıq danışmaq olmur, amma yəni bir cümlə ilə ifadə edir ki, çox böyük geniş imkanlar verir və Azərbaycan və Türkiyənin də strateji dəyəri xeyli dərəcədə İranın indi tutduğu mövqe şərtlənir. Bununla nəzərə alaq. Bu bir aspekt. İkinci aspekt qeyd edəcəyimiz, hal-hazırda biz görürük ki, mən çox bəyənmişdim Əli bəy Mustafayevin sözündən ki, İrandakı dəyişilən lideri var, o da Pezeşkiyandır. Bu doğrudandır. İlk gündən müdafiə edir. Bu tamamilə doğrudur, bəli. Hətta güneydə bizi qınayırlar, amma görməmək mümkün deyil. Yəni adam İran, yəni Fars
teokratik rejimin mənsubu kimi deyil, İrandakı bütün xalqların səsini almış, demokratik seçilmiş bir prezident kimi davranır. Bu gün də davranır. Bu gün də davranır və Bugün də burada yəni ən vacib nədir? sanki o bir milli lider kimi deyil, bütün ölkəni təmsil edən şəxs kimi xalqın Tamamilə tərəfindən olan Burada biz- bəyanatların səsləndirilməsinə məşğuldur hər gün demək olar. Biz burada bir məsələyə diqqət etməliyik də. İranın tamamilə belə deyək, birdən-birə çox qısa müddətdə parçalanması, ərazi bütövlüyünün itirməsi, yaxud xaotik proseslər başlaması, sonradan yenidən toparlanması, həmin sərhəddən bərpa etmək çox ağır proseslərdir. Bu indiyə qədərki düzəni tamamilə tarmar edici, nəhəng bir ölkədə uzun illər İraq gözümüzün qabağında ötən əsrin də baş verilənə çox diqqətlə oxumalıyıq. Çox diqqətlə oxumalıyıq. Tarixdən çox diqqətlə dərs götürməliyik. Hal-hazırda Pezeşkiyanın da əsas fiquru oldu, hətta mən lider demirəm, əsas fiquru oldu, dəyişikliklər prosesinin başlaması və hətta indiki İran konstitusiyasının tətbiqi belə bizim Cənubi Azərbaycanla mövqeyini xeyli dərəcədə möhkəmləndirəcək. Zamanla heç bir böyük itkilər vermədən də İranda daha təsirli mövqeyə çıxacaqlar və mən əminəm ki, proseslər bu cür davam etsə, Azərbaycanlı haqq və hüquqları təmin olunsa, minimum demokratik standartlar tətbiq olunsa, Respublika idarəetmə formasına mərhələ-mərhələ keçid başı versə, Azərbaycanlılar qanuni və legitim şəkildə heç bir zorakılıq olmadan öz haqq və hüquqlarını əldə edəcəklər, İran idarəetməsində də əsas söz sahibi olacaqlar. Yəni Türkiyə və Azərbaycanın regionda bir müttəfiqi yaranacaq Tamamilə zamanlar. hətta müttəfiqi belə bir qala ambisiyalarımızı biraz azaldaq, biraz idealist baxaq. Müttəfiqləri deməsək də belə regional balansı təmin edə biləcək. Tamamilə Amerikanın marionetkası olmayacaq. Tamamilə İsraili marionetkası olmayacaq. Və Amma etnik coğrafiyamıza baxsaq, Türkiyədən Azərbaycanın bəli, separatçı hərəkatları məhdudlaşdıra biləcək bir dövlətin qalması bu el Azərbaycanla Türkiyənin uduşudur. Bir daha üstündən keçirəm. Amerikanın və İsrailin marionetkası olmayacaq. Separatçı hərəkatı müəyyən bir buxovda saxlaya biləcək. Regional tarazlığı bərpa edə biləcək. Regional kommunikasiyalarda öz təsirini qoruyub saxlaya biləcək, hansı ki biz Fars körfəzindəyirik, qoruyub saxlaya biləcək və öz enerji resurslarına sahib olaraq Çinlə əlaqələrin davam edəcək, Rusiya əlaqələrin davam edəcək, biz regional balansı qoruyacaq. Bizim indiki regional balans yalnız Azərbaycan və Türkiyənin gücü ilə təmin olunmur. Biraz açıq danışacaq. Mən elə onu soruşacaqdım ki, tam qlobal güclər üçün bu o qədər də uğurlu bir ssenari deyil. Nə Rusiya, nə AQF bunu arzulamır. Bəli. Açıq söyləmək. Yəni demək istəyirəm ki, bunun içərisində Pezeşkiyan hansı gücə arxalanaraq da bunu edə bilər? Bəlkə biraz açıq soruşun Zahir bəy. Mən düşünürəm ki, burada elə teokratik rejimin özündən Pezeşkiyana dəstək verilə bilər. Fars diplomatiyası kifayət qədər ağıllı diplomatiyadır və Fars diplomatiyası çox uzun illər Qərblə qarşı durma təcrübəsinə malikdir. Bəzən uğurlu xarici təşəbbüsləri də olub, bunu qeyd etmək lazımdır və biz yeri gələndə Fars diplomatiyasının necə Barack Obama administrasiyası ilə barışdığını və nüvə sazişi imzaladığını gördük. Yəni mən düşünürəm ki, İranın hətta mühafizəkar dairələrində belə dəyişikliklərə qarşı gedəcək qədər ağılsız deyillər. Bu birmənalı şəkildə belədir və mən əminəm ki, orada müəyyən sağlam qüvvələr bu proseslərin üzərini götürüb gedə bilərlər. Yəni əsas müttəfiq mən düşünürəm ki, bu dəqiqə Pezeşkiyan əsas müttəfiq Cənubi Azərbaycandır. İlk növbədə Cənubi Azərbaycandır. Daha sonra mən düşünürəm ki, İranın bütövlüyünü qoruyan və hələ də yenə deyirəm İslam inqilabının dəyərlərinə sadiq qalan teokratik mühafizəkar dairələrdir. Niyə bunu deyirəm? İslam inqilabının dəyərlərinə sadiq qalan. Çünki bir daha qeyd edirəm. Bizim üçün hal-hazırda, bizim və Türkiyə üçün hal-hazırda regional tarazdan qorunması vacibdir. Olduqca vacibdir. Yəni Türkiyə üçün və Azərbaycan yeni bir yeni gərginlik lazım deyil. Yox, ən vacibi parçalanmış İran və o İranın bir hissəsinə xarici idarəetmədə olan bir hissəsi xarici idarəetmədə olan İran lazım deyil. Bu avtomatik olaraq Azərbaycan və Türkiyənin strateji imkanlarını aşağı salacaq. Bu birmənalı şəkildə belədir. O baxımdan qeyd edirəm ki, çox təqdirə layiq və vaxtında atılmış addım oldu ki, Təbriz Ticarətçilər Birliyi xüsusi bir açıqlama ilə çıxış elədi. Və bu onu göstərdi ki, bizim cənub müdrikdir. Soydaşlarımız artıq tarixdən dərs götürüblər. Sadə insanları başa düşmürlər, olan emosiyalarını başa düşmürlər. Mən bir söz demirəm, amma sadə insanlar qərar vermir. Ümumiyyətlə dəyişikliklərə, qərara sadə insanlar
ən sonunda verirlər. Yəni biz görürük ki, Azərbaycanlıların açığı mən o qədər oradakı daxili konfiqurasiya bələd deyiləm, amma mən oxuduğum, izlədiyim qədər mən görürəm ki, ictimai rəy liderləri, mədəniyyət və incəsənətdə olan liderlər və ictimai fəaliyyətlə məşğul olan ictimai birliklər hamısı təmkinini qoruyub saxlayır. Və açığı hamısı da Pezeşkiyanın sözünü gözləyir. Bunu da qeyd etmək lazım. Cənub baxdığı Pezeşkiyandır. Pezeşkiyan da çox ağıllı və müdrik bir mövqe tutub bu dəyişikliklərdən, bu təzyiqdən istifadə edib İranı mərhələ-mərhələ transformasiya yoluna aparmağa çalışır və mən burada yəqin ki, Heydər bəy davam edər, tarixə məsləhət düşür ali dini liderin və onun yaxın ətrafının, söhbət yaxın ətrafının üzərində düşür. Onların verəcəyi qərar artıq İranın taleyini şərtləndirəcək. Ya vətəndaş müharibəsi, ya yalnız vətəndaş müharibəsi getmir. Yox, biz gəlin tək vətəndaş müharibəsini fokuslanmayaq. İndi bir neçə qrupu silahlandıracaq, bir şəhərdən Tehrana yürüyüş edəcək, ondan sonra qabağına çıxan da olmayacaq. Suriyadakı kimi bəlkə getdilər hakimiyyəti götürdülər. Heç vətəndaş müharibəsi olmadı. Yəni o qədər də biz belə vətəndaş söhbət İranın xarici idarə etməyə gətirib çıxaracaq ssenarinin reallaşmasından gedir. Əgər onlar söhbət vətəndaş müharibəsi alətdir də, məqsəd deyil. Yəni vətəndaş müharibəsi yəni demək o ki, Rıza bugün ixtişaş güneydə silah yoxdur. Silah güney yoxdur. Silah Bəluzlardadır. Bəli. PKK Heydər bəy doğrudur. PKK-dadır. Gücü hardandır? Kənardan harda alırlar o silahı? Kənardan, düzdürmü? Yəni mən o nöqteyə nəzərdə dedim ki, xarici güclər ölkə içərisində prosent yaratmaması. Onlar hiss olunur ki, təzyiq edib Suriyadakı ssenariyi. Suriyadakı ssenarini tətbiq etməyə çalışırlar. Burada yenə məsuliyyət. Necə ki, vaxtında Bəşər Əsəd rejimi üzrə Bəşər Əsəd rejimi müdrik qərarlar qəbul edə bilmədi. O dəyişikliklər dalğasını görə bilmədi və devrildi. Və indinin özündə də qeyd etdiyim kimi, əgər bu ali dini lider, rəhbər onun yaxın ətrafı tarixi məsləhət olur. Pezeşkiyan hazırdır. Pezeşkiyan bundan artıq daha nə etməlidir? Açıqdır ki, mən islahat keçmirəm, mənə icazə vermirlər. Bunu açıq şəkildə ifadə. Buyurun Heydər bəy. Acun xanım, məsələ nədədir? Baxın, bu Biden hakimiyyəti ilə deyək ki, Trump hakimiyyətinin İrana